Bunlar antiturancıdır. Nə dəxli var? 90 min sizin nəyinizə bəs eləmir? Mütləq bir şəkildə dövlətin müdaxiləsi. Çünki dilə hörmət insanın özünə hörmətdir. Elədir. Bu milli qeyrət məsələsidir. Kim məşğul olmalıdır? Müvafiq qurumlar ki, hal-hazırda konkret elə bir müvafiq nə qurum var, nə mexanizm var. Bu sözümə görə edam eləsələr də məni bunu deyəcəm. Burada dilin bir günahı var. Düşünürəm ki, dil daşıyıcısının günahı var. Müharibə var desən, gedər sevə-sevə şəhid olar. Lazım olanda birləşməyi. Bəli, lazım olanda birləşirik. Dil məsələsinə gələndə həmin həssaslığı göstərir. Təbliğatımız zəifdir çünki. Azərbaycan dilində danışanlara yuxarıdan aşağı baxmasınlar. Sən kitab oxumursan, sən toplam 700 min söz bilirsənsə, buna dil nə eləsin? Niyəsə bugün bizim valideynlərimiz hesab edir ki, Rus bölməsi məzunları daha səviyyəli, daha mədəni və s. Özləri aşağıdadır, onlar kimə üstdən aşağı baxacaqlar. O qədər məni yandırıb töküb ki, İstehza, qıcıq, belə. Hə, gözsüzdürmələr filan belə. Sovet dövründə biz dilə daha çox qayğı göstərirdik. Hər vaxtınız xeyir olsun. Bugünkü qonağımız filologiya üzrə fəlsəfə doktoru Dürdanə Rəhimzadədir. Xoş gəlmisiniz Dürdanə xanım. Təşəkkür edirəm. Xoş günlərə gələk. Çox sağ olun, yaxşı olun hər zaman. Dürdanə xanım, dil biz bilirik ki, sadəcə bir ünsiyyət vasitəsi deyil, eyni zamanda bir millətin tarixidir, mədəniyyətidir, kimliyinin daşıyıcısıdır. Tarixdə bəzi millətlər var ki, dövlətlərini itiriblər, amma dillərini itirməməyə çalışıblar. Bəziləri də dillərini itirib, müəyyən bir assimilyasiyaya məruz qalıb, amma dövlətləri qalıb, indi başqa dildə danışırlar. Və ümumilikdə UNESCO-ya görə, məsələn, dünyada 7000 civarı dil var. Və bəzi mənbələr iddia edir ki, hər 2 həftədən bir bu dillərdən ən az biri yoxa çıxır, məhv olur. Azərbaycan dili, Azərbaycan türkcəsi sizin üçün nə ifadə edir bu kontekstdə? Gözəlliyini hər kəsə nümayiş etdirmək istədiyim və bu dilin gözəlliklərini özündə ehtiva edərək nitq duymaq istədiyim bir dildir. Hər bir dil daşıyıcısının, hər bir Azərbaycan vətəndaşının bu dildə gözəl danışmasını istədiyim bir dildir. Təəssüflər olsun ki, heç də belə deyək, hər kəs bu dildə yaxşı danışmır. Söhbət sadəcə savadsızlıqdan, təhsilsizlikdən getmir. Ümumiyyətlə dili düzgün istifadə etmirlər. Məsələn, ortalama bir vətəndaşımız 2 cümlə qurursa, o iki cümlədə məsələn 13 söz varsa, deyək, 13 sözün ən az 5-i 6-sı təəssüflər olsun ki, başqa dildə olur. Biz inanılmaz dərəcədə xarici dillərin təzyiqi altındayıq və mən ən azından getdiyim, yaşadığım, gördüyüm ölkələrdə, başqa millətlərdə belə bir halla qarşılaşmamışam. Yəni bu tendensiya sadəcə bizdə var və hətta düz danışırsınızsa, əgər düzgün istifadə edirsinizsə dildən, sizə qıcıq olurlar, sizə üstdən aşağı baxırlar, sizi xor görürlər və birmənalı qarşılamırlar, hətta qına obyektinə çevirirlər sizi. Bizdə dilin düzgün danışılması, dildən düzgün istifadə olunması üçün, ana dilimizə hörmət üçün sadəcə təhsil və maarifləndirmə sizcə kifayətdir, yoxsa bu kontekstdə dövlətin sistemli siyasətinə, belə deyək, tənzimləyici, müəyyən atacağı addımlara sizcə ehtiyac varmı? Bir mənalı şəkildə. Siz təzyiq dediniz, mən təzyiq deməzdim, sadəcə təsir deyərdim. Çünki təzyiq dövrü keçdi. Heç kim bizi məcbur eləmir ki, lazımsız şəkildə başqa dildən söz götürək və onu dilimizə daxil edək. Daxil edək dediyimiz dilin lüğət tərkibindən söhbət getmir, hər bir dil daşıyıcısının öz leksikonundan söhbət gedir. Və burada 2 məqamı bir-birindən seçməliyik və bunu mən dinləyicilər üçün, izləyicilər üçün deyirəm. Dilə daxil olan əcnəbi sözlər başqa bir istiqamətdir. Lazımsız yerə istifadə olunan sözlər başqa bir istiqamətdir. Bəli, dildə alınma söz ola bilər. Bəli, heç bir dil təmiz deyil. Alınma sözlər var idi və olacaqdır. Bunları tənzimləmək də lazımdır. Lazımsız yerə dilə o alınma sözü lüğət tərkibinə daxil etmək istiqaməti də hal-hazıra qədər çox güclü idi. İndi düşünürəm ki, ölkə başçısının çıxışından sonra bu istiqamət bir qədər zəifləyəcək.
Amma bizim indi sizinlə müzakirə etdiyimiz məsələ hər bir Azərbaycan vətəndaşının, dil daşıyıcısının bu dildə təmiz danışmasından, bu dilin lüğət tərkibində olan sözlərdən istifadə etməsindən və lazımsız şəkildə başqa dillərdən gələn barbarizmlərdən istifadə etməməsindən söhbət gedirsə, burada mütləq bir şəkildə dövlətin müdaxiləsi, bəlkə təzyiqli bir şəkildə, bəlkə təbliğat formasında, mənim düşüncəmə görə bu təbliğat formasında getməlidir. Mənə görə müəyyən bir təzyiq də olmalıdır. Yəni biraz daha sərt radikal addımlara tərəf. O da ola bilər. Bunu hər halda məşğul olanlar, yəni bu iş kimə tapşırılıbsa və ya tapşırılacaqsa, çünki bildiyimə görə konkret bu istiqamətdə atılan addımları olan bir qurum məncə yoxdur. Bir dilçilik institutu, o da ancaq lüğətlərlə məşğul olur, bəzi normaları müəyyən edir və s. Məncə buna nəzarət edən ciddi bir qurum olmalıdır. Bir mexanizm olmalıdır. Mexanizm olmalıdır. Bundan başqa da burada bir məqam var ki, bu dil daşıyıcısının boynunda deyil. Biz çox gözəl bilirik ki, dilimizə daxil olan və böyük sürətlə daxil olan sözlərin əksəriyyətinin qarşılığı yoxdur. Yəni bu və digər elm sahəsi ilə, müasir elm sahələri ilə məşğul olan insanlar bu barədə çox böyük şikayətlər, bu adamların böyük şikayətlərini biz eşidirik ki, istəyirik Azərbaycan dilində buna nəsə qarşılıq tapaq, amma yoxdur. Yəni bu proses gedir, amma sürəti çox zəifdir. Bu nədir? Bir hissəmiz Türkiyə türkçəsinin təsiri altındayıq və lüzumsuz şəkildə bir var ki, bu dildə çox gözəl sözlər var. Çünki 20-30-cu illərdə onlar özləşmə prosesini keçdilər, gözəl sözlər tərtib etdilər, ərəb, fars sözlərinin qarşılığında uğurlu sözlər seçdilər. Biz də saf çürük eləyib, onların içərisindən bizə lazım olanları götürə bilərik. Bayaq söhbət etdiyimiz, adını çəkdiyimiz həmən o mexanizm, o qurum nə olacaqsa, o bu işlə də məşğul olmalı olacaq məncə, əgər olsa. Ümid eləyirik ki, olacaq. Bu qarşılığı yoxdur. Məsələn, Qərb mədəniyyətində də belə olub ki, tarix boyu ümumiyyətlə hər hansısa bir millət nəyisə ixtira edəndə, kəşf edəndə və ya o gələndə ona başqa bir millətdən, mədəniyyətdən ona bir ad qoyub da. Biz nəsə yəni şərt deyil ki, o mütləq olsun. Bu işlə məşğul olanlar bunu yarada da bilərlər də. Daha sadə dediyim, uydura da bilərlər də nəticədə. Yəni bu mümkündür. Tamamilə haqlısınız. Sadəcə bununla məqsəd yönlü şəkildə məşğul olmaq lazımdır. Müəyyən bir mexanizm dediniz siz, yaxşı, uğurlu bir ifadədir. Bu adını nə qoyuruqsa qoyaq, bu həm təbliğat, təşviqat işlərini, həm tənzimləmə işlərini, həm digər dillərdən uyğun sözlərin seçilib dilimizə daxil olması işlərini, amma bu 5-6 nəfərin boynunda olan bir məsələ olmalı deyil. Hal-hazırda biz bilirik ki, bununla Elmlər Akademiyasının Dilçilik İnstitutu məşğul olur. Onlar da kiçik məbləğdə maaş alan insanlardır və kiçik maaşı az olan insan da nə ilə məşğul olur? Başqa yerlərdə dərs deməklə özünü keçindirməyə çalışır. Biz istəsək də, onlar böyük vətənpərvərlik hissi nümayiş elətdirsələr də, yenə bu işin öhdəsindən lazım olan səviyyədə gələ bilməyəcəklər, mənim düşüncəmə görə. Baxın, siz Dilçilik İnstitutu dediniz, Azərbaycan Milli Publikazın paylaşdığı, nə vaxt paylaşıb? 2018-ci ildə. Azərbaycan Milli Elmlər Akademiyasında Orfoqrafiya Komissiyasının orfoqrafiya qaydalarına edilən dəyişikliklər açıqlanıb. Dilçilik İnstitutunun mətbuat xidmətinin rəhbəri Təranə Şükürlünün publikazda verdiyi məlumata görə Avropa dillərindən alınma sözlərdə söz əvvəlində qoşa S samitlərindən birinin düşməsi təklifi qəbul edilib. Bundan sonra ssenari, suda kimi sözlər, ssenari, suda kimi Avropa dillərindən alınma sözlərdə söz sonunda qoşa S samitlərinin biri düşəcək. Bos, Pras, Express, Stres
və sair kimi sözlər bir Bir S ilə S ilə yazılacaq. yazılacaq. İndi bu qərar qəbul olunub. Bütün kanallarımıza, media, yəni quruluşlarına hara baxsaq 2 S ilə yazılır. Hətta mən bir informasiya agentliyinə bir məqalə yazmışdım. Ssenari sözünü 1 S ilə yazmışdım. Onu redaktə edib dəyişdirib 2 S ilə o formada. Yəni bu qərar verilir. Buna kim nəzarət edir? Bu adamlara kim gəlib deyir ki, ay qardaş, ay xanım, ay bəy, bu belə olmalı deyil. Sən səhv bilirsən bunu. Bəli. Belə bir qurum var idi, monitorinq mərkəzi. Onlar da əvvəlcə orfoepiyadan başladılar ki, məncə Azərbaycan dilinin orfoepiya qaydalarını biz hamıdan tələb eləsək və hamı buna riayət eləsə, bərbad bir vəziyyət alınacaq. Bu mənim fikrimdir. Razılaşan ola da bilər, olmaya da bilər. Amma bəzi məqamları mən sizə açıqlasam, siz görəcəksiniz ki, doğrudan da o cür danışmaq. Buna istəyirsiniz biraz sonra gələk. İndi bu barədə fikrimi deyim. Ssenari məsələsində necədir? Əslində rus dili vasitəsilə keçən bir sözdür. Ssenaridir. Orada tələffüzsə 2 S. Biz də deyirik ki, ümumi isimlərdə Azərbaycan dilində S ilə verilir. Bəzi 4-5 istisna sözdən başqa. Xüsusi isimlərdə söz əvvəlində S, söz ortası və sonunda TS ilə verilir. Məsələn, Mozart, amma Tsiolkovski. Ümumi isimlərdə isə S ilə verilir. Və burada 2 S olur. Çünki sözün özündə bir S var idi. C-ni də S eləyəndə ssenari olur və s. Mən düşünürəm ki, əgər bu qaydalarda dəyişiklik olundusa, deməli, dövlətin nəzarəti ilə bu bütün müəssisələrdə, təlimlərlə və s. Bilindirilməlidir. Yəni, bu geniş bir təbliğat obyektinə çevrilməlidir ki, biz bunu müşahidə etmədik. Hal-hazırda cəmaatın 90% ChatGPT-dən istifadə edir, orada stres sözü 2 S ilə yazılır. Və istifadə eləyən də necə eləyir? Hazırı kopyalayır, qoyur ora, tərkibinə baxmır və nəticə etibarilə yenə mən bunu tələbələrimə dəfələrlə söz imlaları yazdırmaqla həkk etdirə keçməyimə baxmayaraq, yenə sərbəst işlər yazdırırıq, ChatGPT-dən istifadə edirlər. Yenə mən orada qoşa S-nı düzəltməkdən yoruluram, amma onlar onu istifadə eləməkdən yorulmurlar. Çünki avtomatik şəkildə eləyirlər və əgər mənim gündə bu işi tələb elədiyim tələbə bunu eləyirsə, heç nə tələb olunmayan adi dil daşıyıcısı bunu çoxdan eləyəcək. Hal-hazırda görək, mən soruşmuşam, deyiblər ki, bir dəyişiklik eləməyəcəyik, amma o orfoqrafiya qaydalarında müəyyən dəyişikliyə, yəni qaydalarda ötürülmüş məqamlar var. Məsələn, yazır ki, mənbə dildə you, məsələn, söhbət gedir fransız dilindən dilimizə keçən sözlərdən. İndi o ü səslənir, u yazılıb hər halda qaydada. Onlar bizdə ü ilə yazılır. Sözlər sadalanır, menü sözü orada yoxdur. Çox üzr istəyirəm, bəs xüsusi isimlər də, məsələn, W olanları bizdə və yaxud da ki, ümumiyyətlə də belə bir qayda var ki, məsələn, Financial Times-ın məlumatına görə onu bizim dildə financial olduğu kimi yazırlar, Times-da Y-M-S yazırlar. Olmazmı ki, onu elə olduğu kimi saxlayıb dırnaq içində yazmaq? Yox, hansı sizcə daha doğru olur? Əslində bu transliterasiya məsələsi də bizdə bir çox nöqsanlı bir formadadır. Mən tərəf deyiləm, söhbət ondan getmir ki, o dəyişməməlidir, elə də qalma. Sadəcə onu dəyişdirəndə çox belə eybəcər hala gəlir. Bir də əgər biz onun hamısını dəyişmək iddiasında olsaq ki, hal-hazırda qaydamız odur, onda dilimizə daxil olan sözlərin hamısını bir-bir yazılışını müəyyən eləməliyik. Filan ad necə yazılır, filan ad. Çünki hal-hazırda W-nu V ilə veriblər. Və bu bir çox hallarda o qədər də yaxşı səslənmir. Bəli. Çünki onun tələffüzü fərqlidir. Yəni W-nun. Bəli. Digər tərəfdən məsələn Türkiyə türkcəsində olduğu kimi verirlər və bu da başqa bir məqam yaradır. Dildə W olmadığı halda, əlifbada W olmadığı halda bu dildə yazıda W istifadə olunur. Bu belə bir məqam yaradır. Bizdə də o V kimi tələffüz hər yerdə normal səslənmir. Bu da belədir. Orada bir çox yanlışlıqlar var. Məsələn, isim, cisim, nəsil, fəsil
sırasından olan sözlər. Burada heç bir meyar yoxdur. Amma sonda və sair yazır. Adam hardan bilməlidir? Bunun davamı nədir? Bir də bir qədər əvvələ qayıtsaq, siz dediniz ki, bəzi məsələn alınma sözlər var, bəziləri də lüzumsuz bir şəkildə dilə daxil olunur. Bunu da dırnaq arasına alıram, tənqid edirlər. Yəni o mənada ki, deyək hansısa bir sözü yanlış deyirlər, əvəzinə rusca bir söz deyirlər, ingiliscə. Ona düzəliş edirsən ki, tutaq ki, bu bizim dildə belədir. Deyir ki, ona qalsa o da ərəbcədə. Başa düşmür ki, bu alınma sözü bu lüğətdə var. Bəli, bu lüğətdə var. Məsələn, sən soyuducuya xaladelnik deyirsənsə, bu yanlışdır. Bəli. Amma sən təfərrüat deyirsənsə, bu yanlış deyil. Bu var yəni. Tamamilə haqlısınız və bu məncə məsələdən agah olmayan, məsələnin savadsızlıq deyək bunu, belə rahat savadsızlıq deyə bilərik. Mahiyyətini bilməyən adamların səthi düşüncəsidir. Lüğət deyilən bir anlayış var. Biz bunu bəyənsək də, bəyənməsək də dilimizin lüğət tərkibi hər il, hər 5 ildən bir orfoqrafiya lüğəti adlanan bir kitabda çıxır. Bu kitabda üzr istəyirəm, ən son səhv eləmirəmsə 90.000 toplamda bəli, söz 2021-ci ildə çıxan, indi deyilənə görə 120.000 olacaq. Hətta biraz da çox dedilər, süni intellektdən istifadə eləmişik və s. Bu barədə bir neçə dəfə açıqlama verib Dilçilik İnstitutunun direktoru və biz də böyük maraqla gözləyirik və çox üzr istəyirəm, qısa araya girim, sonra davam edin. Bu 90.000 söz dedi. Məsələn, lap 100.000 deyə fərqi yoxdur da. Yəni bu siz çünki bayaq qeyd elədiniz ki, bəziləri belə şikayət edirlər ki, bu sözün qarşılığı yoxdur. Siz 90.000 belə kobud sual verəcəm. 90.000 sizin nəyinizə bəs eləmir? Məsələn, ingilis dilində 5.000, 7.000 söz bilmək, təbii ki, qaydaları da biləndən sonra IELTS sertifikatını almaq üçün kifayət eləyir. İndi 6-7 belə də alırsan və təhsil də ala bilirsən hətta o dildə də 5000, 7000 söz bəs edir. Bu insanlar gündəlik həyatda heç 1000 sözdən istifadə eləmirlər. Tamamilə doğrudur. Və indi 90.000 söz, 100.000 söz nəyimizə bəs eləmir ki bizim? Hələ biz narahatda olaq, hələ biz lüzumsuz bir şəkildə tutaq ki paylaşım edir, yazır ki, padrugomla date. Padruga rusca, date ingiliscə. Məsələn. Yəni, halbuki rəfiqəmlə görüş demək o qədər çətin deyil də. Biz və yaxud da ki başqasına zəng vurur, hardasan deyir ki, brat propkadıyam, brat prop. Məsələn, qardaş demək bu qədəmi çətindir. Tıxac demək bu qədəmi çətindir. Lap qardaş demə, əgər düşünürsənsə ki, bu belə bir ciddiliklə denən qaqaş. Məsələn, yəni, və yaxud da adını de, bəy de, nəsə bir şey de də, yəni ki, burada nə var ki, yəni remenə görə ştraf yazdılar mənə. Məsələn, kəmərə görə, kəmər taxmadığım üçün cərimə yox ha. Remenə görə ştraf A-dan Z-yə, məsələn, 10 söz deyirlərsə 5-6-sı ruscadır, 1-2-si türkçəsidir, biri də məsələn ingiliscədir. Tutaq ki, icraçı direktor yox, CEO və yaxud da ki, dediyim kimi görüş yox, date. Və yaxud da yenilə, dəyişdir yox, güncəllə. Bəli. Məsələn, bayaq dedim, məsələn, soyuducu yox, xaladelnik, ana yox, mama. Bəzən hətta ictimai yerdə sənə yaxınlaşıb sanki belə də olmalıymış kimi sənə başqa dildə müraciət edirlər. Və yaxud da sən öz dilində danışırsansa, sənə belə barmaq arası yanaşırlar. Amma sizə belə deyim. Bu tendensiya əsasən o adamlardadır ki, 3 dili bir-birinə qarışdırırsa, heç birini normal bilmir deməkdir. Bilmir, bəli. Birmənalı şəkildə. Və mütaliəsi demək ki, yoxdur. Mütaliəsi yoxdur. Bəli. Dünya görüşü yoxdur. Dardır, yoxdur deməyək. Dardır. Dünya görüşü ona dəbdə olmaq, nə bilim, müasir görünmək fikri ilə ona diktə eləyir ki, filan dildən sözdən istifadə eləsən, sən daha müasir görünəcəksən. Halbuki öz nitqinin, öz şəxsiyyətinin, öz dünya görüşünün üzərində işləyən insanlar çox gözəl bilirlər ki, neçə dilə sahib olursansa ol, neçə dilə bələd olursansa ol, hər bir dildə ayrı-ayrılıqda təmiz danışmaq qabiliyyəti ən üst durumdur. Ən gözəl səslənən nitqdir. İngiliscə danışırsan, alqış sənə. Rusca danışırsan, alqış sənə. Azərbaycan dilində danışırsansa, yenə alqış sənə. Amma bu dilin bütün gözəlliklərini nümayiş etdirə danış.
dilim gözəl deyil bəhanəsi altında gizlənib, özünün dar çərçivədə olan söz ehtiyatından istifadə edib dilin zəngin deyil, dil zəifdir, dilimin gücü yoxdur, bu müasir tendensiyaların öhdəsindən gəlsin ifadələri yanlışdır. Çünki əgər biz bugün uzağa getmirəm, 60-cı illərin ədəbiyyatına baxsaq, oradakı sözlərin əksəriyyəti bugünkü gənclərin leksikonundan tamamilə silinib. Yoxdur. İstifadə etmirlər, edə bilmirlər. Amma burada bu məsələdə özlərini yox, dili günahlandırırlar. Günah dilin deyil. Sən kitab oxumursan, sən toplam 700 min söz bilirsənsə, buna dil nə eləsin? Bəli, bəli. Və düşünmürəm ki, burada dilin bir günahı var. Düşünürəm ki, dil daşıyıcısının günahı var. Bəli, heç şübhəsiz. Və düşünürəm ki, burada dilçilərin də müəyyən bir passivliyi var. Bəli. Çünki müasir sözlər, bayaq dediyim kimi, müasir terminlər dilə gəldiyi sürətlə lüğətdə öz əksini tapmır. Boşluqlarımız çoxdur o sahədə. Yeri gəlmişkən, məsələn, siz minlərlə tələbəyə dərs deyirsiniz, illərdir, 10 illərdə hətta. Tələbələrdə müasir Azərbaycan gəncində bir daha çox laqeydlik mi görürsünüz dilə qarşı, yoxsa daha çox oyanışmı və əgər müsbət bir tendensiya varsa, bu neçə faizlə şamil oluna bilər? Yenə elə siz bu sualı verdikcə mən faiz nisbətini düşünürdüm. Bilirsiniz, tam bir kütlə olaraq eyni adlı deyil heç bir kütlə. Ona görə əgər neçə faizinə şamil olunmasından danışırıqsa, mən düşünürəm ki, gənclərimizdə az deyil. Bu artıq məsələyə dərrakəli yanaşma. Amma nəzərə alaq ki, onların sahəsidir. Daha doğrusu onlar o, yəni ixtisasda təhsil alırlar və s. Yox, mən dərs dediyim tələbələr tip tələbələridir, rus bölməsidir. Amma hər qrupda, sizə deyim, hər qrupun bir ən azından 30-40% bu işin marağındadır, həssasdır. Bəli. Bu yox, çox yaxşıdır. Məncə 40% az bir göstərici deyil. Bundan başqa daha yaşlı təbəqəni götürsək, orada da çox böyük hər halda bəlkə mənə müraciət eləyənlər var deyə mən belə optimist düşüncədəyəm. Məncə optimist düşünürsünüz, amma hətta bunu bu cür qəbul etsək belə yaxşı haldır, şübhəsiz mən bunu danmıram. Sadəcə biz acınacaqlı olan odur ki, biz o vəziyyətə gəlmişik ki, biz özümüzə hörmət eləyənlərin sayının 40% olması ilə artıq fəxr etməyə çalışırıq və yaxud da bunu xüsusi vurğulamağa çalışırıq ki, çünki dilə hörmət insanın özünə hörmətdir. Bu milli qeyrət məsələsidir. Bizim cəmiyyətin mütləq əksəriyyəti istəyir, bu sözümə görə edam eləsələr də məni bunu deyəcəm. Bizim cəmiyyətin mütləq əksəriyyəti özünə hörmət eləmir. Çünki ana dilinə hörmət eləməmək, yanlış danışmaq və düz danışanlara xor baxmaq, sən mənə ağıl öyrədəsən, sən mənə danışmaq öyrədəsən, mən belə danışıram, sən özünə hesab edirsən falan. Bu, özünə hörmət etməməkdir. Və ya məni qane eləyir, mənim başqa bir dilə ehtiyacım yoxdur, bu mənim üçün xoşdur. Mənə belə xoşdur. Mənə belə xoşdur. Bu, özünə hörmət eləməməkdir, savadsızlıqdır. Tamamilə doğrudur. Bir də bizdə başqa bir istiqamət də var. Bir dəfə biz konfransların birində açılış idi, konsert idi. Deməli, mahnının bir məşhur mahnılardan biridir. Gələn, görən desin nə gözəldir Azərbaycan. Musiqi çox gözəldir və mən dedim ki, bu mahnını çox bəyənirəm. Yanımda bir xanım oturmuşdu. Çox ziyalı və çox savadlı xanımlardan biri idi. Dedi ki, mahnı gözəl mahnıdır, amma sanki bizim xalqımızın ən nöqsanlı nöqtəsinə vurur. Niyə görən desin gözəldir Azərbaycan? Elə özümüz üçün gözəl olsun da. Bu istiqamət, bu tendensiya bizdə var və biz hansı, baxın videolarda, paylaşımlarda, hansına çox deməli, baxış gəlir. Əgər xarici gəlirsə, burada Azərbaycanı tərifləyirsə, nə gözəldir və s. biz bundan fəxr eləyirik. Halbuki biz ondan fəxr eləməli deyilik. Biz özümüzün özümüzə hörmətimizlə,
özümüzün ölkəmizə hörmətimizlə fəxr eləməliyik. Bəli. Bir çox məsələdə üzr istəyirəm. Bir çox məsələdə əslində bizim xalq patriot xalqdır. Yəni müharibə var desən, gedər sevə-sevə şəhid olar. Lazım olanda birləşməyi Bəli, lazım olanda birləşirik. Və yadınızdadır, bəlkə heç bir xalqda olmayan bir qeyrət var idi bizim o gənclərimizdə. Müharibə başlayana qədər çoxlarının bəyənmədiyi gənclər, mən gedib vətən uğrunda canımı verməyə hazıram deyibən sıraya düzülmüşdülər. Növbə var idi ki, mən gedirəm ölkəmi, vətənimi qorumağa. Bu mənə elə gəlir ki, dünyanın bir çox xalqları bundan məhrumdur. Bəli, məhrumdur. Maraqlı olan da budur ki, bir çox məsələdə biz patriot, millətçi, qeyrətli olduğumuz halda dil məsələsinə gələndə həmin həssaslığı göstəririk. Təbliğatımız zəifdir çünki. Mən hesab edirəm ki, baxın, indi televiziyalara biraz əl gəzdiriblər, amma sosial şəbəkələrə də burada təbliğat lazımdır. Sosial şəbəkəni idarə eləmək mümkün deyil. Amma təbliğatı gücləndirsək, dilin təbliğatını bu dildə gözəl danışan insanları qabartsaq, bu dildə gözəl nitqi qabartsaq, filmləri müasir gəncin bəyəndiyi, baxdığı kontentləri Azərbaycan dilində gözəl bir şəkildə versək, Azərbaycan dilini müasir səviyyədə təqdim edə bilsək ki, bununla da kim məşğul olmalıdır? Müvafiq qurumlar ki, hal-hazırda konkret elə bir müvafiq nə qurum var, nə mexanizm var. Filmlər çəkirlər. Məsələn, ən son Səriyə filmini izlədim mən. Çox da maraqlı idi. YouTube-da 250 mindən çox yüklənəndən sonra 2 günə baxış gəlib. Məsələn, olmazmı ki, orada hər şey əla idi. Mən alqışlayıram. Yaxşı bir təbliğat aparırlar, qız uşaqlarının erkən yaşda nikaha daxil olmaması, onların təhsil almalı olduğu, bu çox gözəl. Bunu alqışlayıram. Amma orada məsələn ünsiyyət məsələsi o qədər problematik idi. Çox kasıb şəkildə istifadə olunmuşdu dildən. İndi başa düşürəm, onlar indi deyəcəklər ki, kənddə savadsız bir belə deyək də ailədir. Orada hansı savaddan danışa bilərik, hansısa bir zəngin dildən. Ən azından rus sözlərindən istifadə eləməmək olardı. Bəli. Prosta belədir. Uje sən bəli. mənim başımı xarab edirsən. Bəli. Niyə artıq demirsən orada? Niyə sadəcə demirsən? Bu ki akademik söz deyil yəni. Haqlısınız. Mən də bir çox bəyəndiyim müasir tərzdə çəkilən filmlərdə, müasir tərzdə deməyə son dövr çəkilən filmlərdə bunu müşahidə eləmişəm. Səbəbi də belə göstərirlər ki, real olan həyatı, təbii səslən. Amma belə deyim, biz dəyişdirməliyik də bu, reallığı biz yaratmalıyıq. Niyə status quo-çusuz siz? Niyə o dırnaq arasına alıram? Tamamilə razıyam Niyə bundan. status quo-çusuz? Çünki biz əgər reallıq adına bu sözlərin dildə mövcudluğunu bəyənmədiyimiz sözləri tarixə salırıqsa, filmlər vasitəsilə, artıq biz ondan canımızı qutara bilməyəcəyik. Bəli. Mən niyə oldu deməyim, okey deyim. Oldu bir təhər çıxır. Elə bil mən əskərəm, kiminsə komandasında hər şeyə oldu deyirəm. Bir şey tapırlar, bəhanə tapırlar. Bəli, hətta nəyə bəhanə tapmışdılar? Mən bunu dəfələrlə demişəm, o qədər məni yandırıb töküb ki, burac sözü təzə lüğətə daxil olanda müzakirə getdi. Müzakirə nədir? Axı söhbət atverkadan gedirdi də. Bəli, burğac bəli. Burğac var, bir də burac var. Burac. Aha. Deyir, burub təkcə açmırlar ki, həm də bağlayırlar. Nə qədər primitiv bir yanaşmadır. Bəli, yəni bəyəm bu əşyanın yerinə yetirdiyi funksiyaların hamısı sözdə öz əksini tapmalıdır. Təbii ki, tapmalı deyil. Mən də ona qarşılıq yazdım. Bu isimdir də nəticədə, eyni zamanda bəli. Açarla həm də bağlayırsan. Həm də bağlayırsan. Onda deməyək, açarı da ləng eləyək. Ключdir də, ключ. Kilidi istifadə eləyirlər, onu eləyirlər. Bunu kilit də var, olub dilimizdə. Amma hal-hazırda qıfıl da var. Bu nəyinsə içərisini olan ona bəlkə kilit demək olar. Yəni bunlar hamısı izahlı lüğətdə öz əksini tapmalıdır. Bəzən əslində özlərini gülməli vəziyyətə də salırlar. Nəyə nəzərdə tuturam? Tutaq ki, rus dilini bilmir adam. Danışır, deyir ki, yox, mən ora Seravno gedəcəkdim. Baxırsan ki, Seravno sözü yoxdur. Söhbət hələ bizim dildən də getmir. Rus dilində bu всё равно. Всё равно. Yəni sən deyə bilərsən ki, onsuz da gedəcəkdim ora. Məsələn, bu çətin deyil də, yəni nə dediyini bilmir insan. Və sənə onsuz da gedəcəkdim desən və yaxud da ki, ona irad bildirsən ki, Seravno sözü yoxdur. Denən ki, onsuz da gedəcəkdim. Sənə artıq qızıq olur.
Bəli. Aqressiv bir münasibət Bəli, bəsləyir. tamamilə. Çox təəssüflər olsun. Həqiqətən, yəni o status quo-nu pozmaq istəməmək, dırnaq içində alıram status quo-nu. Ona qalsa bizim 30 ilə yaxında torpaqlarımız işğal altında oldu. Biz deyərdik ki, biz status quo-nu qəbul edirik də, qalsın da. Biz nə etdik? Biz müharibə etdik. Biz yeni reallıqlar yaratdıq, yeni status quo yaratdıq. Bunu dildə də etmək mümkündür də. Yəni sən belə öyrəşmisənsə o demək deyil ki, bu belədir. Yanlışa öyrəşmək olmaz yəni. Tamamilə doğrudur. Burada biz, siz dediniz ki, bəlkə təzyiq də lazımdır, cəza da lazımdır, bəlkə də lazımdır. Amma mənə elə gəlir ki, bütün vasitələrdən ən güclüsü təbliğat və mükafatlandırmadır. Məsələn, Azərbaycan dilində gözəl danışan kontentlər, Azərbaycan dilinin gözəlliklərini nümayiş etdirən bəlkə filmlər, bəlkə verilişlər, o qiraət müsabiqələrinin çoxluğu, şeir demək və s. Təəssüf ki, üzdə olan blogerlərdir, sonra bu deyək ki, də influencer dedikləri, yəni müəyyən bir kütləyə xitab edən hansı ki, heç bir məziyyəti, heç bir ixtisası, heç bir savadı olmayan insanlar var, hansı ki, məşhurdular. Bu adamlar da yəni 10 minlərlə, 100 minlərlə insan bunlara baxır, bunlar düzgün danışmırlar dildə. Yəni nəinki düzgün danışmırlar, bərbad danışırlar. Yanlış təbliğat edirlər, bəli. Yəni məsələ sadəcə savadsızlıq deyil, səhv danışırlar. Yəni sözləri düzgün istifadə etmirlər. Elə ona görə deyirəm ki, təbliğat elə olmalıdır ki, Azərbaycan dilində danışanlara yuxarıdan aşağı baxmasınlar. Azərbaycan dilində danışanların səviyyəsi də o yerdə olmalıdır. Həm müasir olmalıdır, həm dünya görüşlü olmalıdır. Üzr istəyirəm, özləri aşağıdadır. Onlar kimə üstdən aşağı baxacaqlar. Özləri aşağıdadır yəni. Aşağıda olmalarına baxmayaraq, bu da tərzində bir yanaşma istehza edirlər, hə. Bəli. Öz cılız ağılları ilə. Biz elə etməliyik ki, bu dil özünə valeh eləsin. Ki, bu dil valeh etməyi bacarır. Bir hadisə danışım. Biz vaxtı ilə Avropa ölkələrinin birində idik. Bir yerdə getmişdik xanımlar. Oturmuşduq, orada gözəl bir göl var idi. Öz aramızda danışırdıq. Və bir nəfər yaxınlaşdı, dedi, siz hansı dildə danışırsınız? Biz də dedik Azərbaycan dilində və səbəbini soruşduq ki, nə üçün soruşur? Dedi, musiqi kimi səslənir. Bunun da elmi əsası var da, bizdə saitlərin aktivliyi var, ahəng qanunu var, saitlər bir-birini, samitlə sait bir-birini izləyir. Bizdə dil bir musiqi kimi səslənir, amma biz bunun qədrini bilmirik. Bizdə dil ahəngdardır, amma biz bunun qədrini bilmirik. Biz bütün dilləri özümüzündən üstün tuturuq. Biz özümüzə xas nə varsa hamısını aşağı səviyyədə əlbəttə biz deyəndə böyük əhalinin böyük əksəriyyəti, bəli, hamıya şamil olmur. Amma bunu dərk eləyənlər də var ki, bu mənimkidir. Mən burada yaşayan bir çox gəncləri həmişə onunla demək gəncləri xəbərdar eləyirəm nədən? Hara gedirsinizsə gedin, qanınız Azərbaycanlı qanıdır. Genləriniz Azərbaycan və sizə orada sual verəcəklər. Sən Azərbaycanlısan, sən niyə Azərbaycan dilində danışa bilmirsən? Mənim çox elə tələbələrim olub. Deyirəm ki, İngiltərədəsiz, nəyinizə lazımdır? Məsələn, vaxtı ilə bir xanım var idi, 2-3 il əvvəl. Dedi ki, bilirsiniz, burada icmalar var, hər ölkənin öz icması var. Hər kəs öz dilində danışır və mən utanıram, mən rus dilində danışıram deyə. Çünki Azərbaycanlıyam. Azərbaycan ad, Azərbaycan soyadı, Azərbaycan görünüşü və mən Azərbaycanca danışa bilmirəm. Xaricdə ümumiyyətlə tələbələr, mən orada təhsil aldığım illərdə çox görmüşəm. Təsəvvür edin, o qədər aktiv şəkildə, o qədər intensiv şəkildə istifadə edirlər ki, ingilis dilində sözlərdən. Deyək, apply elədim deyir ora məsələn. Getdim ora, yox, onu belə observe eləmək lazımdır. Məsələn, observe, yəni müşahidə yox və yaxud da ki, müraciət yox. Baxsız ki, bir ildə oradadır. Yəni uşaqdır məsələn də, yəni yaşı azdır. Bir ildə oradadır. Bəs bu 17-18 il, 20 il, bəziləri bakalavr belə deyək, bakalavriyyat təhsilini alıb burada. Hər nə indi o təhsilə nə dərəcədə təhsil demək olarsa, o artıq ayrı bir müzakirənin mövzusudur. Amma burdan bir diplom alıb, deyək ki, 22-23 yaşında gedib ora. 22-23 il ərzində bu adam 11 il orta məktəbə gedib. 4 il universitetə gedib gəlib, auditoriyada əyləşib, qarşısında mühazirədə, seminarda professorlar danışıb, ailəsi ilə ünsiyyətdə olub, qohumları ilə, xeyirdə, şərdə. Yəni
bu müşahidə sözün 23 ildə öyrənə bilməyib və yaxud da öyrənib nə cürsə yarım ildə, 1 ildə qərara gəlib ki, observe desin və yaxud da apply desin. Çünki onun düşüncəsinə görə ingiliscə danışmaq daha Prestij sayılır, hə, daha modern. Daha dəblidir. O özünü yüksək intellekt sahibi kimi hiss eləyir o cür sözlər deyəndə, çünki o həm də ingiliscə bilir. Halbuki bayaq da dediyimiz kimi təmiz ingiliscə, təmiz Azərbaycanca, təmiz rusca, təmiz türkcə bunun tayı bərabəri yoxdur. Əgər bu 4 dili qarışdırmadan təmiz danışırsa bir insan, biz onu ancaq alqışlaya bilərik. Mən şəxsən alqışlamırlar, məni qınayırlar, mənə anormal kimi baxırlar. Ciddi deyirəm, tam səmimi. Belə deyək də, yəni üzümə təbii ki, hər şey demək mümkün deyil, amma yəni o bədən dilindən, o gözlərdən, o baxışlar, bəli. hər şey deyir ki, dəli deyir. Bunu da işi gücü qurtarır. Ən çox hansı reaksiyanı hiss eləyirsiniz? Mimik reaksiyaları. İstehza, qıcıq, belə. Hə, göz-süzdürmələr filan belə. Mən də onu hiss eləyirəm. Mən onda daha böyük təzyiqlə tələb eləyirəm. Bəli. Və mənim bir balışım var. Üstündə dil yazılıb. İndi biraz passivləşdirmişəm o balışla. Elə videolar çəkirəm. O cür danışanları balışla atəşə tuturam, belə deyim. Mən Türkiyə türkçəsini mənim qədər bəlkə sevən yoxdur. Çünki orada mənim çox hədsiz dərəcədə sevdiyim dostlarım var. Ora mənim üçün ikinci vətəndir. Çünki mən bəlkə həyatımın ən çətin günlərini keçirdiyim yerlərdir oralar. Sağlamlığıma görə minnətdar olduğum insanlar var. Yəni, ən əsası biz özümüz türkük. Bəli, biz türk soyundan gəlirik. Bəli, hətta dilimiz onlardan daha çox dili. türküyük. Bəli. Bununla belə hansı sözə ehtiyac varsa, o sözü götürərəm, gətirərəm, bu dilin lüğətinə salaram, rəsmiləşdirərəm, sonra istifadə edərəm. Amma aşırı, baya, ya, abla, bunlar bu iş deyil. Nə bilim nə, bəli. Yəni aşırı əvəzinə ifrat deyə bilərsən, məsələn də və yaxud da burada da həmən yerə gəlib çıxırıq. O da ərəb mənşəlidir. Ərəb mənşəlidirsə də 13 əsrdir ki, mənim lüğətimdə var. Mən lüğəti bəyənsəm də, bəyənməsəm də, lüğətimin tərkibində olan sözləri istifadə etmək məcburiyyətindəyəm. Bəyənmirəm, bəyənmədiyimi istifadə eləmərəm. Amma başqa türk dili olsa belə, Türkiyə türkçəsi olsa belə, ən sevdiyim xalqın, ən sevdiyim, ən hörmət elədiyim millətin dili olsa belə, mənim də kökümdə olan dil olsa belə, müasir dilimdə varsa var, yoxdursa yoxdur. Dərhal siz məni məsələn şəxsən eləyənməzlər, çünki məni tanıyırlar, amma məsələn sizi və ya başqalarını dərhal anti-turançılıqda, anti-türkçülükdə ittiham edirlər ki, sən, yəni halbuki heç bir əlaqəsi yoxdur. Bəli, məni bir nəfər yazmışdı. Mən konumun qonmaq sözündən olduğunu və bu mahnıda konum Lalə Məmmədovanın mahnısına yazmışdım ki, bu adam filologiya üzrə fəlsəfə doktorudur, dilə bilavasitə aidiyyəti olan adamdır, kimdən gözləsəm də ondan gözləmirəm deyə bir paylaşım eləmişdim. Birisi də yazıb, düz eləyirsiniz, belə oxuyun, bunlar anti-turançıdır, nə dəxli var? Əgər onda qonum deməliyik və ya k ilə deyiriksə, onda qonaq əvəzinə qonaq demə və nəyi səbəb olaraq öz aləmində səbəb olaraq gətirir? Qonaq sözü, qohum sözü hamısı eyni kökdəndir. Onda niyə mən qohum demirəm? Niyə mən qonaq demirəm? Xüsusən bu cənab prezidentin son bəyanatından sonra artıq bu sistemli bir dövlət siyasətinə çevrilməyə başlayıb, amma hələ mexanizmlər ortada yoxdur. Ümid edirik ki, o mexanizmlərdə belə deyək, biz o mexanizmləri də görəcəyik. Amma burada bir məqam da var ki, istənilən halda, məsələn, biz daha öncə Qulu Məhərrəmli ilə podkast etmişdik. Qulu müəllim demişdi ki, yüzlərlə xarici dildə, rus dilində məsələn deyək, təhsilin olması dilin statusuna əsaslı təsir edir. Yəni əslində, məsələn, mən xarici dildə təhsilin çox önəmli olduğunu düşünənlərdənəm. Deyək, məsələn, mən istəyərəm ki, bizim ölkədə bəli bir 10-15 universitet ingiliscə təhsil versin, bir 10-15 universitet rusca təhsil versin, bir 10-15 universitet çincə, fransızca təhsil versin. Amma bu universitetlər, bu məktəblər
ödənişli və məsələn özəl olmalıdır deyə düşünürəm. Həm qlobal kapitalist sistemə uyğun olaraq, həm də seçimə, yəni bir insan bunu seçərək, gedib ödəniş edərək təhsil alırsa, o daha həvəsli, daha maraqlı olacaq və daha yaxşı olacaq orada. Amma dövlətin yəni pulsuz şəkildə yüzlərlə məktəbdə, yüz minlərlə şagirdə ana dili səviyyəsində, yəni 11 il sonra da universitetdə bu sizcə nə dərəcədə doğrudur ki, bu insanlar hətta Azərbaycan dilinə həqiqətən həvəslə, maraqla yanaşsalar belə, öyrənməyə çalışsalar belə, nəticədə onu ikinci planda saxlayırlar. Yəni onu ikinci mükəmməl bilməli olduqları şey kimi bilirlər. Bəlkə də soruşsa deyər, yox, birinci budur. Amma şuur altısı elə demir axı, bu insanlar ailəsi ilə, dostları ilə sosiallaşarkən gedə Targoviya rusca danışırlar. Tamamilə doğrudur. Bu nə dərəcədə? Yəni siz bunu necə dəyərləndirirsiniz? Mən də hesab eləyirəm ki, bizdə məktəblər olmalıdır Azərbaycan dilində. Çünki bütün fənləri rus dilində öyrənən bir şagird, bir insan rus dilində düşünməyə başlayır. Bəli, o dildə düşünür. Sonra Azərbaycan dilinə onu çevirmək artıq o effekti vermir. Amma mən hesab eləyirəm ki, Azərbaycan dilində təhsil verən müəssisələr, orta məktəblər rus və ingilis dillərini yaxşı tədris etməlidir. Yaxşı tədris etməlidir və məktəbi bitirən 70% deyim, 100% şəkildə Azərbaycan dilini gözəl mənimsəməlidir. 70 də ingilis və rus dilini mənimsəməlidir. Çünki kim bugün rus dilinə düşmən nəzərlərlə baxırsa, hesab eləyirəm ki, bu yanlış yanaşmadır. Niyə? Çünki biz hal-hazırda digər dillərdən imtina etmək vəziyyətində deyilik. Gəlin reallığa düzgün baxaq, doğru baxaq. Nə üçün? Çünki bizim internet resursumuz 20% belə deyil. Elmi ədəbiyyatımız azdır. Elmi ədəbiyyatımız, elmi tərcümələrimiz azdır. Yavaş-yavaş inkişaf gedir, amma hələ o deyil. Nə zaman o inkişaf o yerə gəlib çatar ki, bugün məqalə çıxar, bir aydan sonra Azərbaycancası çıxar. Nə zaman bizim o qurumumuz olar ki, bundan intensiv məşğul olsun? Və o mexanizm olar. O mexanizm olar. Nə zaman internet məkanında mən elmi bir mövzunu yazanda Azərbaycan dilində ən azından rus dili qədər, ingilis dilini hələ qoyuram bir qırağa, rus dili və Türkiyə türkçəsi qədər material çıxacaqsa, onda mən deyəcəm, bütün digər məktəblərə yox deyirik. Azərbaycan dilində həm də ingilis dilini, həm də rus dilini öyrədən, bəlkə onda heç rus dilinə də ehtiyac olmadı. Amma ingilis dili aydın məsələdir ki, qlobal dünyəvi bir dildir, onu öyrənmək lazımdır. Amma orfoepik qaydalarımızın bugünkü vəziyyəti o qədər də yaxşı deyil. Məsələn, mən düşünmürəm ki, ataya əvəzinə atıya demək lazımdır, nahiyəyə əvəzinə nahiyyə demək lazımdır və ya məsələn, situasiyaya əvəzinə situasiya demək lazımdır. Yəni, bu məncə gözəl bir səslənmə deyil və biz əgər 60-cı illərin nitqlərinə qulaq assaq, istər diktorlar olsun, istər ölkə başçısı olsun, istər başqa mütəfəkkirlərin nitqi olsun, bugünkü orfoepiya qaydalarının heç birini orada görmürük. Və mən bugünkü orfoepiya qaydalarının əksəriyyətini, hamısını yox, əksəriyyətini dili körlayan bir vasitə olaraq görürəm. Burada bir bəlkə etiraz eləyənlər olacaq, amma mənim fikrim budur. Mən etiraz eləməzdim, amma belə bir əlavə edərdim ki, bu əlbəttə ki, artıq bu biraz siyasi rəy olacaq. Məncə bilirsiniz, bu həm də nə ilə daha çox əlaqəli idi. Yəni bunu o nəslin, o dövrün bu dövrdən, o nəslin bu nəsildən üstünlüyü kimi təqdim eləməzdim. Əksinə, bunun məncə əsas səbəb budur ki, o dövrdə Azərbaycan işğal altındaydı. Rus işğal altındaydı. Sovet İttifaqının tərkibində idi və adətən bir millət əgər işğal altındadırsa, əsarətdədirsə, o özünü qorumağa da hakim, bəli, millətə qarşı, hakim gücə qarşı özünü qorumaq üçün onun özünün müqavimət vasitələrinə, alətlərinə ehtiyacı var. Məsələn, bugün Güney Azərbaycanda insanların bizim ədəbiyyatımıza, tariximizə, belə deyək, o qədim dəyərlərimizə, buradakı müasir Azərbaycandakı insanlardan daha çox hakim olması məhz bununla əlaqəlidir ki, onlar
Fars işğalı altındadılar. Onlar Azərbaycanda deyillər, onlar İrandadılar. Müqavimət göstərirlər. Müqavimət göstərmək üçün buna ehtiyacları var. Məsələn, Yahudilər o formada gücləndi. Bu gün məsələn o bilirsiniz komfort zona deyək də. Yəni insanlar rahatdır. Müstəqil bayraq, dil, hakimiyyət, dövlət, hər şey var. Yəni adam niyə görə əziyyət çəksin ki? Əslində bu bir paradoksdur. Bu çox adamlar bunu qeyd eləyirlər ki, Sovet dönəmində biz dilə daha çox qayğı göstərirdik, nəinki bu gün. Sovet dönəmində dildən daha düzgün istifadə olunurdu, nəinki bu gün. Məsələn, indi siz bunu dediniz, burada bunu məntiqli bir əsas saymaq olar. Amma mənə elə gəlir ki, əgər bizə bu imkanlar verilibsə, biz dilimizlə daha ciddi məşğul olmalıyıq. Hal-hazırdakı durum qənaətbəxş durum deyil. Təəssüf ki, ümumiyyətlə buyurun. Yeri gəlmişkən Rus bölməsinə gələndə, Rus bölməsinin bitirənlərin bir problemi olur, Azərbaycan bölməsi bitirənlərin də başqa problemi olur. Rus bölməsinə niyə verirlər uşaqlarını, dünya görüşləri və s. və ümumilikdə niyəsə bugün bizim valideynlərimiz hesab edir ki, Rus bölməsi məzunları daha səviyyəli, daha mədəni və s. Amma onlar x ilə h-nın fərqini tuta bilmirlər nitqdə. Azərbaycan dilini nə qədər güclü keçsələr də, nə qədər hakim olsalar da bu dilə, q-ginin fərqini bilmirlər, h-x, bayaq dediyim kimi və s. Yəni, birini əldə eləmək istəyəndə digərlərini əldən buraxırsan. Düdanə xanım, mən enerjisi bol adamam, amma bu mövzuda ümumiyyətlə sonsuz danışaram, yorulmaram. Siz xanımsınız, siz necəsiniz? Yəni, yormadıq sizi. Yox, mövzu dil olanda mən də axşama qədər danışmaq yəni, ad-susuz danışaram günlərlə. Və mən yenə də deyirəm, mənim elə vaxtlarım olub ki, mən orfoqrafiya qaydalarını ödənişsiz təlim eləmişəm, ödənişsiz məşğul olmuşam. Yəni, elə addımlarım da olub. Təşəkkür edirəm Düdanə xanım. Əslində, bütün bu danışdıqlarımızın icmalı ana dilimizi sevməliyik, hörmət etməliyik, qorumalıyıq və bizim bu tənqidlərimiz, müəyyən mənada emosional, hətta sərt sayıla biləcək tənqidlərimiz dərhal qeyd edim ki, yəni bu sevgidəndir. Yəni adətən sevənlər daha çox tənqid edər və sevməyənlər laqeyd qalar. Biz sevirik deyə bu qədər emosional, çünki bəzi sözləri birmənalı qarşılamaya bilərlər. Amma bu sevgidəndir. Yəni kim anlayır, anlasın, anlamır, anlamasın. Amma bu həqiqətən sevgidəndir. Biz dilimizi daha üst səviyyədə görmək istəyindən emosionallaşır. Yəni mən istəmirəm ki, hansısa müstəmləkəçi siyasətin kimlərsə qurban olsun. Mən istəmirəm kimlərsə Stockholm sindromuna tutulsun. Mən istəmirəm kimlərsə özünə hörmət eləməsin sırf savadsızlıq ucbatından, sırf tarixini, mədəniyyətini, dilini bilmədiyi üçün, sırf mütaliə etmədiyi üçün öz millətinə xor baxsın, öz dilinə üstən aşağı baxsın. İstifadə etdiyi 10 sözdən 5-i, 6-sı başqa dildə olsun. Mən bunu istəmirəm. Mən istəyirəm ki, millətim güclü olsun. Siz təsəvvür edin, çox qısa bunu da qeyd edim. Mən Parisə gedəndə bir neçə gün təsəvvür edin, orada bilir. Yəni görürsən ki, bilir də. Yəni heç ola bilməz ki, 100 nəfərdən heç biri bilməsin. İngilis dilinə müraciət edirsən, söz soruşsan, ya ünsiyyət qurmağa çalışırsan. Birmənalı şəkildə sənə deyirlər ki, fransızca danış. Bəli. Mən Moskvada olanda, yaşayanda, orada hətta o ən mərkəz yerlərdə belə fərqi yoxdur. Qıraq yerlərdə. Başqa millətlər ingilis dilində belə söz soruşa bilmirsən. Sənin üstünə dərhal aqressiv bir şəkildə deyirlər ki, rusca danış. Rusca danış. Bilirsiniz, mən bunu normal qarşılayıram. Yəni bu adamlar bu cür edirlər və bunu normal qarşılayıram. Amma mən demirəm biz burada kimsəyə, biz tolerant millətik. Biz yəni məncə biz tolerantlıqda da ifrata varırıq. Orada da ifrata varırıq, amma yəni mən demirəm ki, burada kimsə gəlsin, mənə bir dəfə Gürcüstanda yəni rusca dedi ki, mənə gürcü dilində danış. Mən ingiliscə danışdım, gördüm bilmir. Sonra rusca danışdım ki, baxdım ki, rusca başa düşür və danışa da bilir. Rusca mənə hisslə qayıtdı dedi ki, gürcü dilində danış. Özü aqressiv bir şəkildə. Yəni biz elə bir millət deyilik. Bura kimsə gəlsə Azərbaycan dilində danış deyə üstünə qışqırmarıq. Türkcə danış. Amma ən azından öz aramızda, öz dilimizdə danışa bilərik. Eybi yox, kim gəlsin, biz hamı ilə ingiliscə də, rusca da, başqa dillərdə də danışaq. Amma öz aramızda axı biz Azərbaycan dilində danışmalıyıq. Onun da yolu var əslində. Öz aramızda Azərbaycan dilində danışmalıyıq. Bu bir mənalıdır. Amma burada təbliğat aparatı da işə düşməlidir.
Gəlin alman dilinə baxaq, Almaniyaya baxaq. Kim ki alman dilində, İtalyan dilində oxuyan İtaliyada pulsuz oxuya bilər. Alman dilində, Alman Bəli. bölməsinə daxil olan Almaniyada pulsuz oxuya bilər. Fransada eyni şəkildə. Fransada eyni şəkildə. Bu bir təbliğat aparatıdır. Təbliğatdır, bəli. Biz də bunu hökmən bu aparatı işə salmalıyıq. Bəli. Öz dilində oxuyursansa pulsuz, Başqa dildə başqa oxusansa dildə pullu. oxuyursansa pullu. Bəli. Öz vətəndaşına da, xarici vətəndaşa da. Xarici vətəndaşı da sən bura dəvət eləyirsən və deyirsənsə ki, Azərbaycan bölməsində oxuyursansa, sən pulsuz oxu ki, bugün biz bunun şahidi deyilik, bugün bu bizdə yoxdur. Amma əgər bu mexanizm işə düşsə, bu çox böyük bir təbliğat aparatına çevrilə bilər. Bəli, ümidvaram dövlət bunu sistemli şəkildə bir siyasətə çevirəcək ki, cənab prezidentin bəyanatından sonra aidiyyəti qurumlar da artıq bu istiqamətdə fəaliyyət göstərməlidir Bəli, deyə bəli, düşünürəm. aktivləşmə çoxdur, irəliləyiş çoxdur. Ona Bəli. görə mən xüsusi təşəkkür və minnətdarlığımı bildirirəm ki, ölkə başçımız bu məsələni qeyd etdi. Bəli. Bu istiqamətdə çox böyük bir irəliləyiş oldu və mən ümid eləyirəm ki, bu tendensiya Davam getdikcə edəcək. daha da güclənəcək. Nəinki davam edəcək, daha da güclənəcək və biz istədiyimiz bir səviyyədə Azərbaycan dilinin nümayişini görəcəyik. Çox sağ olun Dürdane xanım, təkrar təşəkkür edirəm. Mən təşəkkür Növbəti edirəm. rubrikalarımızda ümid edirəm ki, bir daha biz bu mövzuya qayıdacağıq. İnşallah. Məmnuniyyətlə. Bu günlük bu qədər.